Əziz qardaşlar, əqidə dərslərimiz davam edir. İmam Tahavinin kitabından 4-cü dərsdə qalmışdıq. Allahın sifətləri və onun bütün nöqsanlardan münezzeh olması. Bu deməli başlıq altında Allah qədimdir, başlanğıcı yoxdur. Sonra oxuduq, daimidir, sonu yoxdur, yox olmur və mövcudiyyəti sona çatmır. Ancaq onun dilədiyi olur. Düşüncələr, xəyallar onu qavramaz, ağıllar onu dərk etməz. Devam edir 14-cü maddədə İmam Tahavi qeyd edir ki, ruh sahibi olanlar ona bənzəməz. İndi şərhinə baxağın. Bu söz bütün ruh sahibi olanlara aiddir. Dedi ki, ruh sahibi olanlar ona bənzəməz. Bu söz bütün ruh sahibi olanlara aiddir. Bəziləri bütün yaradılmışları, bəziləri isə ruh sahibi olan insan və ona bənzəyənləri deyirlər. Ruhdan qəsdləri budur. Yəni, Allah ruh sahibi olanlara bənzəməz deyərkən, bütün aləmdə nə varsa, bəziləri deyir ki, ruh sahibidir. Yəni, daşda, divarda, hər bir şey ruh daşıyıcısıdır. Bəziləri isə deyirlər, sadəcə olaraq canlılar, yəni insandır, heyvanlardır, ruh sahibidir. Fərq etməz, yəni Allah bütün ruh daşıyan nə varsa ondan deyildir. Yəni. Bu ifadə ilə yaradanı bəşər surəti ilə cisimləndirərək müşəbbihə və mücəssimələrin fikirlərini, həmsinin xristiyanların Allaha özünü övlad və yoldaş götürməsi kimi düşüncələrini inkar etmək istəmişdir. Yəni, ruh sahibi olanlar ona bənzəməz deməklə, demək qəsd nədir? Mücəssimə dedik, müşəbbihə dedik, Allahı cisim olaraq qəbul edənlər var. Müşəbbihə Allahı şəkilləndirərək Allahı inananlar var ki, müsəlman əqidəsi deyil bunlar. Onlar sözsüz ki, bir ruh daşıyıcısı var, bu əgər cisimdirsə, o bir ruh daşıyır. Dolayısıyla Allah bundan münezzəhdir demək istəmişdir. Həmçinin xristiyanlar da Allahın övladı var demişlər, yoldaşı var demişlər. O əgər varsa demək ki, onlar da bir ruh daşıyıcısıdır. Allah bundan da münezzəhdir. Yəni, sonra bax qeyd edilir ki, onun misli kimi bir şey yoxdur deməsinə baxmayaraq İmam Tahavi ruh sahibi olanlar ona bənzəməz sözünü ifadə etmişdir. Öncə qeyd etdi ki, ayədə Allah Teala buyurur ki, leysə kəmislihi şeyun, onun heç bir bənzəri yoxdur. Bundan sonra təkrar ruh sahibi olanlar ona bənzəməz əlavəsini də elədi. Bu nə üçündür? Qeyd edilir ki, çünki birinci cümlə ümumidir, lakin ikinci fikir Allah Cəllə Cəlaluhu layiq olmadığı bənzətmələrdən tənzih etməkdə daha mübaliğəli hesab edildiyindən xüsusidir. Birinci ümumi şəkildə qeyd etdi ki, heç bir şey Allaha bənzəməz. Amma burada demək ki, bəziləri ruh daşıyan varlıqları Allah Taala'nı bənzətdiyi üçün bu xüsusu da gətirdi ki, Allah ruh daşıyan heç bir şeyə bənzəmir. Demək, bunlar hamısı bu maddələr altında izah edir, Allah'ı tənzih edir, nöqsan sifətlərdən uzaq tutur. Nə üçün? Hər bir orada xırda məqamı qeyd edir ki, çünki insan ağılına gələn o nöqsanlıq var Allah haqqında, nə varsa ondan uzaq olduğunu bilsin Allah'ın. Hafiz İbn Əl-Cəvzi Təbsirə kitabında yazmışdır ki, mümasilə 4 növü əhatə edir. Bənzərlik, uyğunluq, oxşarlıq, bərabərlik. Mümasilənin bütün növləri Allah barəsində qadağan edilən vəsiflərdir. Yəni, əslində bu terminlər bir-birinə yaxın sözlərdir. Bənzərlik, oxşarlıq, uyğunluq, bərabərlik. Amma xüsusi götürüldükdə bu kəlmələri əslində belə deyək, ayrı-ayrıda qeyd olunmalıdır ki, yəni Allah nəyəsə uyğun gəlmir, nəyəsə bənzəmir, həmçinin nəyəsə oxşamır. Bir-birinə bənzər o şeylərdir ki, biri digərini əvəz edə bilir. Öz yoldaşının yerində durur. Birinə uyğun olan digərinə də uyğun olur. Allahdan başqası onun qüdrəti altında əhatələndiyi üçün yerinə otura bilməz. Güc, qüvvət sahibinə aid olanlar ona aid ola bilməz.
15-ci maddədə qeyd edilir ki, o həmişə diridir, ölmür. Şərhinə baxaq. Allah Teala Quranda belə buyurur. Sizin üçün yeri məskən, göyü tavan edən, sizə surət verən, surətlərinizi gözəlləşdirən, sizə təmiz, pak nemətlərindən ruzi verən Allahdır. Bu sizin Rəbbiniz olan Allahdır. Aləmlərin Rəbbi olan Allah nə qədər uzadır, nə qədər uludur, əbədi, həmişə diri olan ancaq odur. Bu ayə onun diri, yəni həyat sahibi olmasına əqli dəlillər vardır. Allahın deyir ki, Allah Teala hər zaman diridir, ölməz, məxluqatından fərqli olaraq. Bu ayə də Allahın hər zaman diri olmasına dair dəlillər vardır. Çünki yaradan özünü zikr etməklə başladı ayəyə. Allahullezî, Allah elə bir varlıqdır ki, yəni özünü zikr etməklə başladı, sonra yaranışla davam etdi, sonra özünü yarattı sözü ilə zikr etdi. Allahullezî ceale, Allah elə bir varlıqdır ki, ceale yarattı, yəni yaradan varlıqdır. İndi nələri yarattı? Yarattığı isə yer sözü ilə qeyd etdi, daha sonra məskən sözü ilə yaradılmış dəlillərini zikr etdi. Allah Teala elə bir varlıqdır ki, yeri yarattı, yeri yaratmaqla yanaşı onda məskən oldu, insanlar üçün məskən verdi. Yəni, məsələn, ayda da yer var, amma orada məskən varmı? Yoxdur. O məskən nədən ibarətdir? Yəni, yeri əzəmətli, üzərində yerləşiləcək və yaşanılacaq bir şəkildə yaratmışdır. Yerdə çaylar ağıtmış və ondan növbə-növ meyvələr və bitkilər yetişdirmişdir. Sonra uca Allah sözü gedən ayədə belə buyurur. Göyü tavan etdi. Yəni, göyü də havada dirəksiz, bağsız duran qoruyucu tavan olaraq yaratmışdır. Daha sonra uca Allah ağıl sahiblərinə özünün Rabbaniliyini, uluhiyyətini, yəni hər şeyə sahib olduğunu, kamil qüdrət və hikməti ilə bağlı ayələri görmələri üçün varlıqların cövhərlərini, bədən quruluşlarını təsvir edərək belə buyurdu. Sizə surət verən, surətlərinizi gözəlləşdirən və onlar ölüykən kişinin sülbündən və qadının sinəsindəki nütfədən çıxdıqdan sonra həmin nütfəni möhkəm bir yerdə ana bətində yerləşdirdiyini bilirlər. Yəni Allah Teala sizə surət verdi. Hansı ki siz ana bətindəykən atanın belindən gəldiniz, ananın sinəndəki nütfədən qarışıq bir murdar sudan yarandınız, amma bunun sonunda Allah sizə necə böyük bir gözəl, mükəmməl bir surət bəxş elədi Allah sizə. Burada sizə surət verən ifadəsi Allahın öz yaratdığı əsərləri ilə rububiyyətinə diqqəti çəkmiş və bununla göstərmişdir ki, yaradıcısız yaradılış olmaz. Allah Teala öncə yeri xəlq etdiyini söylədi, sonra orada məskən verdi insanlara, sonra göyü yarattı, dayaqsız olaraq yarattı, ondan sonra insanı necə yaratdığını dedi, şəkil verdi ona. Bununla da Allah Teala öz rububiyyətinə diqqət çəkir. Yəni, hər şeyə sahib olan odur. Buna diqqət çəkmək istədi Allah Teala. Sizə təmiz paş nimətlərdən ruzi verdi. Yəni, sizi yerdən çıxan paş nimətlərlə ruziləndirdi. Çünki oradan müxtəlif bitkilər çıxarıb, ən paş və ən təmizini bəşəri üçün, qalanlarını isə heyvanlar üçün ruzi etdi. Yəni, Allah sizi burada məskən verdi, amma sizi ruzisiz də buraxmadı. Eyni zamanda Allah sizə ruzi də bəxş etdi. Sizə lazım olanlar, halal olanları bildirdi, sizə aid olmayanları da onlar sonra digər canlılar üçün saxladı. Bu sizin Rəbbiniz olan Allahdır, yəni bu sizi yaradan Rəbbinizdir, ondan başqa Rəbb yoxdur. Daha sonra belə buyurdu Allah Teala, əbədi, həmişə diri olan ancaq odur. Ayəni bu sözlərlə bitirdi Rəbbimiz. Onlara dəlil gətirmə qaydasını öyrədir ki, hikmətli bir iş yalnız alim,
qadir və həmişə diri olan Allah tərəfindən icra olunur. Çünki yaranmışları həmişə diri olmayan varlığa nisbət verən kəs ağıldan kənar, dəli bir şəxs hesab edilə bilər. Yəni, bütün bunları yaradan sözsüz ki, bir alim insan olmalıdır, hər şeyi bilən bir insan, daha doğrusu varlıq olmalıdır. Qadir olmalıdır, hər şeyə qadir olmalıdır və həmişə diri olmalıdır. Nə vaxtsa öldü sözü onun üçün yaraşmaz. Belə bir varlıq. Çünki o deyir, digər varlıqlara bənzəməz və ağıldan kəm bir insan belə deyə bilər ki, cansız bir varlıq bunu edib. Məsələn, bütpərəstlər nə deyirlər? İlahlara inanırlar da, Allahdan başqa digər ilahlara da inanırlar. Onlar da bütdülər. Bunu ancaq ağılsız bir insan deyər ki, bunu alim olmayan, qadir olmayan, həmişə diri olmayan bir varlıq yaratdı. Bu qədər mükəmməllik varsa, demək, 3 vəsf olmalıdır. Ya hər şey bilən olmalıdır, həm hər şey bilən olmalıdır, həm diri olmalı, həm də hər şeyə qadir olmalıdır. O əbədidir, həmişə diridir ayəsi, zatı ilə həmişə diri olan Allahın mütləq həyat sahibi olmasına işarə edir. Ondan başqasının diri olması arazdır, yəni Allahın yaratması ilə yaranmışdır. Biz də, belə deyək, həyat sahibiyik, diriyik, amma bizim diri olmağımız arazdır. Yəni, araz keçən dəfə nə dedik? Bir cismin xüsusiyyətlərindəndir. Yumuşaq və ya sərt olması, məsələn, rənginin fərqli olması, bir şeyin şirin və ya acı olması nəyə bağlıdır? O cisimə bağlıdır. O cisim olmazsa, o da olmaz. Ona görə bizim diri olmağımız aləmlərin Rəbbi olan Allaha bağlıdır. Yəni, varlıqlar onun həyat bəxş etməsi ilə dirildilər və buna görə onlarda ölüm baş verir. Allahın zatının diri olmasına gəlincə isə onda ölüm halı qeyri-mümkündür. Onun vacib olan əzəli zatı yox olmur və Allah Subhanahu Taala'nın və təvəkkəl aləl hayyilləzi la yamut. Ölməz, həmişə diri olana Allaha bel bağla ayəsi bunu göstərir. Həmişə diri olan Allaha bel bağla. İnsanlar adətən dünyada ən çox gücü çox olan, imkanı çox olan, yəni özündən daha bir üstünə bel bağlayır. Allah isə deyir ki, həmişə diri olana, hər zaman diri olan Allah üçün ölüm yoxdur. Ona görə bel bağladığın, onlar müvəqqətidir, varıqlar, hər zaman diri olan isə Allahdır. Ona görə yalnız Allaha bel bağla. 16-cı maddə qəyyumdur, hər şeyi idarə edəndir. Onu yuxu tutmaz. Qəyyum bizdə də var o kəlmə, himayə edən. Adətən, məsələn, uşaqları himayə edən, nə bilim, xəstəni himayə edən, yəni hər şeyi idarə edən. Şərhinə baxaq. Qəyyum, Allah Subhanahu Taala hər kəsin etdiyinə nəzarət edəndir. Bəziləri qəyyum sifətinin mənasını açıqlayarkən o qoruyandır. Bəziləri isə yaratdıqlarının işini idarə edəndir deyir. Yuxu tutmaz, yəni yuxu mürgülənmək, dalğınlıq və qəflət ona zid olan sifətlərdəndir. Mürgülənmək, yuxulamaq, bu şeylər Allah haqqında düşünülə bilməz. Çünki insan yatdığı zaman həyatda nə baş verdiyindən xəbəri olmur. O onun üçün bir naqislikdir, düzdürmü? Birinin evi yanır, xəbəri yox, çünki yatıb axı. Amma Allah üçün yuxulamaq demək, ona naqislik sifətini izafə eləməkdir. Yuxu zamanı insan özündən gedir və hisslərini, bədən üzvlərini işlədə bilmir. Allah Teala isə bunlardan münezzəhdir. Çünki bütün əşyalar onun yaratma və iradəsi ilə idarə olunur. Əgər onun yuxu tutsa, aləmin nizamı pozular. Allah Teala Quranda belə buyurur. Həqiqətən Allah göyləri və yeri zəval tapmasınlar, yəni nizamı pozulmasın deyə tutub saxlayır. Əgər öz məhvərindən çıxsalar, öz nizamından çıxsalar, ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Bu ona görə də qəyyum sözü yuxu tutmaz sözü ilə birlikdə ifadə olunur. Yəni həm idarə edəndir, həm də yuxulamamaq şərti ilə idarə edəndir. Biz səhərdən axşam o qədər işlər görürük ki, insan, bütün varlıqlar.
mütləq yuxulamalıdır, mütləq istirahət eləməlidir ki, digər işlərimizi də sabahlarım daha bərəkətli eləyə bilək. Amma Allah üçün belə bir şey yoxdur. Yəni, düşən yarpağın da Allah Teala xəbəri var ondan, Allahın izni olmadan baş vermir. İndi haşa, düşünək ki, bir anlıq nədir? Allah yuxuladı, haşa. Demək, dünyada heç nə qalmaz, dünyanın düzəni pozular. Ona görə deyirik ki, Allah hər zaman nədir? Diridir, yuxulamaz. Bu ancaq yaradılmışlara məxsus bir vəsfdir. 17-ci maddə, möhtac olmayan yaradandır. Möhtac olmayan yaradandır. Məxluqatını yaratmaqda bir şeyə möhtac deyildir. Şərhinə baxaq. Çünki ehtiyac nöqsandır. Ehtiyacı olmaq nöqsanlıqdır. Yaradılmışların nəyəsə ehtiyacı olur. Amma Allahın nəyəsə ehtiyacı olması onun üçün nöqsanlıqdır. Nəyəsə ehtiyacı olan bir varlıq Allah ola bilməz. Çünki ehtiyac nöqsandır, ehtiyacı olan isə onu aradan qaldırmağa möhtacdır. Lakin Allah mütləq şəkildə ehtiyacsızdır. Öz feillərində heç bir şeydə ehtiyacı duymaz. Uca Allah belə buyurdu. Allah aləmlərə əsla möhtac deyildir. Allah aləmlərə əsla möhtac deyildir. Əgər Quranın وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım ayəsində yaranışın səbəbi onların yalnız ibadət üçün yaradılmasına dəlalət edirsə, biz deyərik ki, onun yozumu belədir. Onlara mənə ibadət etmələrini əmr etmək və günahlardan çəkindirməklə itaətlərinə və günahların tərkinə görə mükafatlandırmaq üçün yaratdım. Öncə deyir ki, Allah aləmlərə möhtac deyil. Allah yəni heç bir şeyə möhtac deyil. Nə insanın yardımına, nə mələklərin, nə cinlərin. Məsələn, biz bilirik ki, mələklər təbiət hadisələrini idarə edir. Qiyamət hadisəsini gerçəkləşdirəcək olan İsrafil əleyhissalamdır və digər ölüm mələyi var və s. Bu, Allah Teala onlara möhtac deyildir. Sadəcə Allah Teala vəzifələr tapşırıb, vəzifələr verib. Onların hərəkət etməsi də yenə Allahın izni ilə, Allahın iradəsinə bağlıdır. Bununla yanaşı Allah deyir ki, mən insanları və cinləri ona görə yarattım ki, mənə ibadət etsinlər deyə yarattım. Yəni, sanki Allah bizim ibadətimizə möhtacdır. Xeyr, bu o deməkdir ki, Allah Teala biz günah işləməyək, cənnəti qazanaq, günahlardan uzaq duraq ki, cəhənnəmdən uzaq olaq, ona görə yalnız Allaha ibadət etmək üçün Allah bizi yaradıbdır. Yoxsa Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Belə olduqda yaradılış Allahın ehtiyacına görə deyil, mükəlləflərin ehtiyacından ötürüdür. Çünki faydası ancaq məxluqlara aiddir və o bunu, yəni yaratmağı tərk edərsə zərər görməz. Allah insanları, cinləri, mələkləri yaradarsa və ya yaratmazsa, buna görə Allah'a heç bir ziyan gəlməz. Buna görə Allah Teala bunların yaranmasına möhtac deyil yəni. Bu ayə Allahın verdiyi xəbərdə xilaf olmasın deyə təvil edildi. Çünki biz insanların hamısının Allah'a ibadət etmədiyini bilirik. Mən insanlar yalnız mənə ibadət etsinlər deyə yarattım. O zaman ibadət etməyənlər də var axı. Hə, demək Allahın mən insanları və cinləri mənə ibadət etsinlər deyə yarattım. O mənadadır ki, bayaq dediyimiz kimi Allah Teala ona ibadət etsinlər, özlərini cəhənnəmdən qurtarsınlar. Bu mənadadır. 18-ci maddə məşəqqət olmadan ruzi verəndir. Şərhinə baxaq. Məşəqqət olmadan ruzi verəndir. Yəni, yaratdıqlarını mənfəətsiz, çətinlik olmadan, yardım istəmədən ruziləndirir. Yaratdıqlarını mənfəətsiz, çətinlik olmadan, yardım istəmədən ruziləndirir. Adətən insanlar
Biz ruzi vermək üçün, məsələn, bizim bir idarəçi fikirləşin, nə deyək, məsələn, paltar fabriki. Orada insanları işlədirlər, müdür işlədir. Onların qazancından, o satışından əldə olunan qazancdan onların, belə deyək, maaşlarını, onların ruzilərini təmin edir. Onlar olmadan bu iş getməz, o qazanmaz və onlara da ruzi verməz. Allah Taala'nın ruzi verməsi isə ya heç bir yardım olmadandır, çətinlik olmadan, yəni bundan ötürü də mənfəət güdmür Allah Taala. Mən ruzi verirəm, bundan ötürü də kimdənsə mənfəət umum. Necə yaradılmışların məqsədi budur ruzi verməkdə. Allah isə belə ruzi verəndir ki, mənfəətsiz, çətinlik olmadan və yardım istəmədən. Çünki Allah Teala ayədə buyurur, biz hər hansı bir şeyi yaratmaq istədikdə ona sözümüz ol deməkdir. O da dərhal olar ayəsinə görə Allahın bütün istədikləri özünün yaratması ilə hasıl olur. Uca Allahın kamal qüdrətinə görə bir şeyi yaratmaq ona çətin və ağır gəlməz. Allahın bir şeyi sadəcə istəməsi kifayətdir. Və istəməsinə görə istədiyi zamanda ol deməsi kifayət edir. Onun üçün də Allah Taala'nın nə isə yaratmada, ruzi vermədə buna görə məşəqqət yaşamır. 19-cu maddə qorxusuz öldürəndir. Şərhinə baxaq. Yəni Allah xəlq etdiklərini öldürər və bunda ona qorxu və həyəcan baş verməz. Allah Teala yaratdıqlarını öldürər və bunda qorxu baş verməz onda. Məsələn, bir insan ilanı, əqrəbi nə üçün öldürür? Düşmənə qarşı nəyə görə mübarizə aparır? Çünki ondan qorxur da, ona ziyan gəlməsindən qorxur. Amma Allah Teala onun öldürməsi başqa dördür. Ki verirsiniz, yəni hər bir incə məqamı burada açıqlayır, şərh eləyir. Yəni öldürmədə belə qullarına bənzəməz. Qulların öldürməsi necədir? Qorxudandır. Amma Allahın öldürməsi isə buna bənzəmir. Onların varlığı və yoxluğu əziz, qahhar olan Allah üçün eynidir. Bir tək o əbədidir və daimidir. O varlıqlar olsa da, olmasa da buna görə Allah Teala fərqi yoxdur Allah üçün. Hər bir Allahın onları yaratmasında sərbəstdir, məcbur deyildir. Belə. Burada mövzumuz bitir, ondan sonra yeni mövzuya keçir. Mövzunun sonunda suallar var. Suallarımızı oxuyaq. Yəni ki, bu dəfə mövzumuz biraz tez bitmiş olacaq. Demək, Allah Teala'nın həmişə diri olması haqqında Quran-ı Kərimdə hansı ayələri bilirsiniz? Allah Teala'nın həmişə diri olması haqqında Quran-ı Kərimdə hansı ayələri bilirsiniz? Hansı ayəni xatırlaya bilərsiniz? Bayaq oxuduğumuz, əgər diqqətlə qulaq asdıqsa, həmişə ayəsi var. Allahu la ilahe illa huvel hayyul qayyum. Allah elə bir Allahdır ki, haydır. Hər zaman diridir, qayyumdur, yəni hər şeyi idarə edəndir. İmam Tahavi niyə Allah qəyyumdur və onu yuxu tutmaz ifadələrini bir yerdə işlətmişdir? Qəyyumdur nədir dedik? İdarə edəndir. Hər şeyi idarə edəndir və onu yuxu tutmaz. Nə üçün ikisini bir arada işlətdi? Yəni, biz adətən idarə edən deyiriksə, bu yoruldu da bir sirayət eləməli də, düzü belə düşünürük də. İndi kainatdan söhbət gedirik, milyardlarla galaktika olan, saniyə hesabını bilmədiyimiz Allahın mülkü o qədər böyükdür ki, deyirik ki, insan olaraq bizim düşüncəmizdə nədir? Axı bir sirayət eləməli də, bir saniyədə olsa bir yuxulamalı da, ona görə ikisini bir arada işlətdi. Üçüncü sual, Allah Azze və Cəllə məxluqatı hansı səbəbə görə yaratdı və bu barədə hansı Quran ayələri bilirsiniz? Və bir də
liyabluvakum ayyukum ahsanu amala. Hansınızın daha gözəl əməl sahibi olduğunu imtihan etmək üçün yaratdı. Bəli. Növbəti mövzu biraz geniş mövzudur. İnşallah burada bitirək Allahın izni ilə. Allah Teala oxularımızdan faydalanmağı nəsib eləsin. Allah bərəkət eləsin.